Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib. Məlumata görə müğənni maraqlı etiraflar edib. Əlamətlərə inanan Populduz bunlar olsa evdən çölə belə çıxmır. Bir dəfə asqırsam, qarşıma qara pişik keçsə, heç yerə getməyəcəyəm. Saat işləmədiyinə görə işdən azad etdiyim çox işlər olub. Ofisə 2 gün gəlib, şahid olmuşam ki, eyni vaxtı göstərir, dəyişilməyib. Saatı çıxardanda dayanır axı, taxanda işləyir. Məsələn, axşam saat 7-dirsə, mənim saatim 11 ola bilər. Əsas olur ki, işləyir. Nəzərə gözə çox inanıram. 2025-ci ili sağ-salamat yola saldı. 2026-cı il xeyirlə gəlsin. İstərdim ki, sizi Allah nəfsdən gözdən qorusun. Sənətçinin səmimi açıqlamaları izləyicilərin marağına səbəb olub.